qayıdış növ işin öz üzərində icrasıdır. Yəni mübtəda işi özü öz üzərində icra etməlidir. Yenə şəkilçilər ın, ıl, il, ul, ül, ın, il, un, ün və n. Diqqət eləyəcəksən nəyə? Şəkilçinin olmasına. İş öz üzərində icra edilməlidir. İş öz üzərində icra edilməlidir. Üçüncüsü isə, buna 2 desək, burada da yenə mübtədanın olması. Mübtəda olmalıdır. Gəlin bunu daha yaxşı başa düşmək üçün nümunə üzərində baxaq. Yazacaq ki, belə bir nümunə. Gül açıldı. Gül açıldı və yaxud da başqa bir nümunə. Otaq bəzəndi. Qız bəzəndi. Və yaxud da bunu da yanına bir dənə yazaq. Məsələn, pəncərə açıldı. Baxıram. Gül açıldı, qız bəzəndi, otaq bəzəndi, pəncərə açıldı. Gül açıldı. Gülün açılması necə olur? Məsələn, yaz, yay, havanın isti vaxtlarına düşən bir təbii proses olan bir dönəmdir, dövrdür. Gülün açılması, mən deyə bilərəm ki, ay Gül, saat 7 tamamdır, mən bu dəqiqə səni dərmək istəyirəm, açıl. Belə bir şey ola bilərmi? Əsla, ola bilməz. Çünki işin özünün öz qaydası, öz axarı, öz aramı var. Bunu icra edə bilməz. Heç kəs müdaxilə də edə bilməz. Yenə baxıram. Gül özü özlərində icra edir. Prosesi özü öz üzərində icra edir. Yəni öz kökündə, öz ləçəyində, öz budağında, öz gölçəsi ilə işi icra edir. Mən ona müdaxilə edə bilərəmmi? Xeyr, edə bilmərəm. Amma pəncərənin açılmasına rahat şəkildə müdaxilə edə bilərəm. Məsələn, pəncərəni qaldıraram, açaram və yaxud da bağlayaram. Xarici bir təzyiq var, xarici bir təsir var. Amma burada isə təsir yoxdur. İşi öz axarında icra edir. Deməli, pəncərəni mən rahat şəkildə aça bilərəm. Bir kimsə aça bilər. Xarici təsir nəticəsində əmələ gəlir. Amma gülün açılmasına xarici təsir yoxdur. Nə barədə? Yəni, yenə deyirəm, burada qazanxana, istixana məsələlərindən deyil söhbət. Əsas olan məsələ işin özünün öz axarında getməsidir. Və yaxud da, gəlin bunu hava açıldı cümləsi ilə daha konkretləşdirək. Hava açıldı. Səhər sübhdür. Hava açılır, gecə axşam saat 8-9 arası artıq hava qaralır. Burada mən müdaxilə edə bilərəmmi? Günorta saat 3-də deyə bilərəm ki, hava mən bu dəqiqə yatmaq istəyirəm, sən hava qaralmalısan. Belə bir proses yoxdur, belə bir icraat yoxdur. Ona görə deyirik ki, xarici təsirlərə məruz qalmır. Yəni, mənim təzyiqimə məruz qalmır, mənim təsirimə məruz qalmır. Deməli, hava açıldı və gül açıldı. Nə olacaq? Qayıdış növü olacaq. Niyə görə? İşi özü öz üzərində icra edir. Hava özü öz üzərində icraat aparır. Hava özü öz vaxtını tənzimləyir. Amma pəncərənin açılmasında artıq mənim təsirim var. Mən pəncərəni açaram da, mən pəncərəni bağlayaram da. Yəni, bütün prosesləri mən icra etmiş oluram. Mən olmayan bir qeyri-ixtiyari bir şəxs olsun. Yəni, xarici təsir mümkündür. Qız bəzəndi, otaq bəzəndi. Otaq özü özünü bəzəyə bilərmi? Öz pərdəsini asa bilərmi? Öz xalçasını sərə bilərmi? Xeyr, mütləq kiminsə köməyinə, loridedirsə, ehtiyac duyur. Amma qız bəzəndə qız durar, saçını darıyar, saçını hörər, yığar və yaxud da müəyyən vasitələrdən istifadə edər. Bu cür düşünsək, o zaman qayıdış növ olacaq. Hə, müəllimə, bəlkə salona gedir, bəzənir desək, o zaman, məsələn, hansısa bir, belə deyək də, kimdənsə kömək alar, bir ustadan kömək alar, o zaman onu haradasa məhcul növ götürmək olar. Amma qızın özü özlərində saçlarına daraması, bəzəməsi, bu artıq nə olacaq? Qayıdış növ olacaq. Yəni, imtahanda düşən bu tip sual qayıdışla çıxır, qayıdış növ cavabları ilə çıxır. Daha sonra bir dənə də nümunə çəkmək istəyirəm. Deməli, hava ilə bağlı. Hava qaraldı. Hava qaraldı. Hava qaraldı ifadəsində diqqətli olacağımız məqam nədir?
Uşaq gəlir baxır, müəllim gəlir baxır, müdavim gəlir baxır, deyir ki, hə də havadır, öz-özünə icra olunar, qaralar, l şəkilçisi var, hər şey əladır, yazın. Əsla əzizim, əsla. Niyə görə? Birinci növbədə biz bundan əvvəlki videolarda bildirdik ki, şəkilçi feilə qoşulmalıdır. Yəni sənin axtardığın şəkilçi feillə olmalıdır. Amma burada qaraldı sözünü mən kök və şəkilçiyə ayırsam, qara sözün kökü l-nı leksik götürsəm, o zaman baxaram ki, qara sifətdir. Axı olmaz. Axı mənim şəkilçim ıl şəkilçisidir. Il şəkilçisi feilə qoşulur. Ona görə bu nümunə heç bir şəkildə qayıdış götürülməyəcək. Ay müəllimə, bəs bu nə şəkilçisidir, bu nədir sualını versəz, o zaman diqqət edəcəyiniz məqam nədir? Qaraldı sözündə qara sözün köküdür və sifətdir. Üstə gəl, al əl şəkilçisidir, leksikdir, feil yaradıb. Amma 2 dənə A yanaşı gələrsə, qara almaq əvəzinə rahat şəkildə A-nın birini salaram, qaralmaq formasına gətirərəm. Deməli, buradakı qara sözü sifətdir, l leksik şəkilçidir, amma l-ın l-sı yox, al əlin l-sıdır. Ehtiyatlı ol, diqqətli ol, imtahanda 2 balını itirmə. Daha sonra bir də bəzi nümunələrimiz var ki, o nümunələr haqqında danışmaq istəyirəm. Sulandı sözündən. Sulandı sözünü siz bir neçə yerdə görə bilərsiniz. Birinci növbədə yazaram ki, meyvə ağacları bağban tərəfindən sulandı. Bağban tərəfindən sulandı. Burada bir qeyri də nəzərimizə çatdırmaq istəyirəm ki, əgər cümlədə bağban tərəfindən, nə bilim, X adlı bir şəxs tərəfindən hissəsi varsa, ona heç bir şəkildə toxunmayın. Nə barədə toxunmayın, öz-özü qorxutmayın, yenə məhcul növ olaraq da qalacaq. Çünki burada bağban tərəfindən sözü kim tərəfindən sualına cavab verdiyi üçün tamamlıq rolundadır və rahat şəkildə deyirik ki, məhcul. Çünki məhcul nə demişdi bizə? Deyirik ki, mübtəda olsun. Amma burada bağban sözü mübtəda deyil. Özündən sonraki sözlə birləşib tamamlıq əmələ gətirmiş olub. Baxıram, sulanmaq sözünün bir mənası nədir? Yəni, sulamaq, o həmin ağaclara su vermək mənasındadır. O zaman sözün kökü su, isim, sulamaq, fiil, sulanmaq, fiil, sulandı, qrammatik. Deməli, burada fiili yaratdım və su vermək mənasındadır. Meyvə ağacları bağban tərəfindən sulandı, heç bir problem yoxdur, rahatçılıqdır. Yəni, sən bunu məhcul növ götürə bilərsən. Problem yoxdur, məhcul götür. Amma gələr imtahanda bunun bir alt versiyasını verər. Yazar ki, məsəl üçün, gözüm tüstüdən sulandı. Gözüm tüstüdən sulandı. Gözün sulanması üçün birinci mənə kök su lazımdır. Su. Mənim gözümü kimsə sulamır ki, və yaxud da bizim gözümüz sulandı, onu kimsə sulamır ki, sulamadığı üçün buradakı la-nı ayıra bilmərəm. Çünki sulamaq haransa su vermək mənası ifadə etdiyi üçün, o mənada çıxış etdiyi üçün la-la n-nın birləşməsi mənasız gələcək. Yəni, sanki bu cür olur, gözü kimsə suluyur, sonra o sulanır. Olmaz əzizim, götürmüyor. Su sözün köküdür, lan leksikdir, d qrammatikdir. Bundan ehtiyatlı olun. Və yaxud da bunu bu cürdə yaza bilərsiniz. Kabab sulandı. Kabab sulandı, yəni onun içi bişdi, əti bişdi, yəni sulu oldu, dadlı oldu mənasındadır. Yenə burada su sözün köküdür. Kimsə bir vedrə ilə su tökmür ki, kababın üstünə ki, abla sən sulanasın. Yox, olmur əzizim. Yenə lan bütöv götürülmüş olacaq. Bunlara diqqətli olun, imtahanda da doğru yazın. Sağ olun, hələlik.